gündəmi salmaq üçün əllərindən gələni əsirgəmirlər. Mehman bəy, gündəmi sala biləcəklərmi? Gündəmi salmaq üçün neynəməlidirlər? Pazdan çıxardarlar. Beləcə bu boyda əziyyət çəkməkdən sən kasetini yayımlasınlar, söhbət ölsün. Sen yine başladın kaset. Kardeş sana maraqlıdırsa benim performansım. Yine seni bir kardeş yana gönderip bir bak. Bak rahattan. İndi məsələ bizə nədir? Həqiqətən də İlham Əliyev gündəmi dəyişə bilmir. Gündəmi cəhd eləyir dəyişməyə və indi ona qaydacağıq. Amma məsələ o ki, biz İlham Əliyevə zərbəni vurmuşuq. Yəni bundan sonra gündəmi dəyişmək istəsə, dəyişə bilsə, o ləkə onun üzərində qalıb. Deməli hökm oxunub və gördünüzmü? Azərbaycan mediası yayıb ki, ay nə bilim İlham Əliyev qisası aldı, ömürlük verdi, ay nə bilim. Sənə bir şey deyim. Yadda saxla, bu ömürlük hökmü alan adamlar bizim öz siyasi məhbuslarımızdan daha tez azadlığa çıxıb evə gedəcəklər. Necə ki İlham Əliyev. Bəli, mən bu günləri məlumat aldım. Mart ayında o ömürlük yalanlar hamısı Mart ayında buraxılacaq. Necə ki demişdim, dekabrda, noyabrda, yanvarda buraxılacaq, ya ilin sonu, ya ilin əvvəl. Mən deyən oldu mu? İndi bunlar da Mart ayında buraxılacaq. Buyurun. Tarixi mən bilmirəm, amma mən bir şey bilirəm ki, Xocalı soyqırımını törədən Vacib Xaçaturyanı evinə yağ balla evinə yola salan, cibinə pul basan İlham Əliyev idi. İlham Əliyev bu millətə xəyanət elədi. İlham Əliyev Xocalı soyqırımında qurban olan ailələrə xəyanət elədi. O Vacib Xaçaturyanın məhkəməsinə gələn Azərbaycanlılar var idi. Deyirlər ki, Vacib, səni İlham Əliyev çöktürəcək. Səni həbsxanada məhv eləyəcək səni. Səni məhv eləyəcək. Bax, o ailələri indi yığmaq lazımdır və demək lazımdır ki, görürsünüzmü? İlham Əliyev Vacib Xaçaturyanı məhv eləmədi. O bu xalqı məhv eləyir. Niyə mən bunu deyirəm? Bugün bildiyiniz kimi mənə bir video ötürüldü. Video Maçdağa xəstəxanasından idi. Deməli, psixiatrik klinik xəstəxanadan. Və orada bir qazimizi polis şapatlayır, döyür, işgəncə verir. Təsəvvür eləyin, bax bu videonu mənə çəkiblər. Mənim mənbəm, deməli, həmin o xəstəxanadan. Çəkib göndər. Buna baxın. Baxın. Bu bizim polisdir. İlham Əliyev gəlininə görə o Odessada məşhur sosudur o, sosu. Bozgun gəlininə görə polislərə tapşırıq verib ki, Vilayət Eyvazova tapşırıq verib ki, mənim gəlinimi gündəmdən çıxartmaq üçün gedin, qazini tutun, şalvarını çıxardın, zorlayın və videosunu çəkin və ötürün mətbuata. Təsəvvür edirsiniz, bu İlham Əliyev necə xəstə adamdır.